Salam. Bu videoda qızıl üçbucaqların həndəsəyə və trigonometriyaya tətbiqlərini göstərəcəm. Qızıl nisbəti və qızıl üçbucaqların tərifini verəcəm, xassələrini göstərəcəm, sonra tətbiqlərinə baxacağıq. Tərif. Bu tərifi ilk dəfə Evklit verib. Evklit. Nədir qızıl nisbət? Yəni, çox möhtəşəm tətbiqləri var qızıl üçbucaqların həndəsəyə, trigonometriyaya. Onları göstərəcəm bu videoda. Deməli, bir AB parçası düşünək. Bu parça üzərində bir C nöqtəsi qeyd olunub. Amma bu ixtiyari bir C nöqtəsi olmayacağını birazdan görəcəyik. Bunu deyək ki, iki parçaya bölür. Burası A olsun, burası da B olsun. Deyir ki, əgər böyük parçanın ortancıl parçaya nisbəti bərabərdir ortancıl parçanın kiçik parçaya nisbətinə bərabər olarsa, onda C nöqtəsinə AB parçasının qızıl nöqtəsi deyilir. Qızıl nöqtəsi deyilir. Yəni, qızıl nöqtə parçanı iki parçaya bölür. Böyük parçanın ortancıla nisbəti ortancılın kiçiyə nisbətinə bərabər olarsa, o zaman C nöqtəsinə AB parçasının qızıl nöqtəsi deyirlər. Və bu nisbət AB bu nisbəti fi ilə işarə edirlər. Nisbətinə qızıl nisbət deyilir. Yəni, parçanı elə bir A'dan başlayaraq elə iki parçaya böləcək ki, böyük parçanın ortancıla nisbəti, ortancılın da kiçiyə nisbəti eyni olacaq. Həmin nöqtə olacaq AB parçasının qızıl nöqtəsi, bu nisbətə də qızıl nisbət deyilir. Təbii ki, A'dan başlayaraq bir qızıl nöqtə varsa, B'dən başlayaraq da bir qızıl nöqtə olacaq təbii ki. İndi bu qızıl nisbəti tapaq. AB parçasının uzunluğu A plus B'dir. Bölünsün A bərabərdir A bölək B. Buna bərabər olmalıdır və bunların hər birisi də fi'dir. Bunu unutmayacağıq. Əgər A plus B'nin A'ya nisbəti A'nın B'yə nisbətinə bərabərdirsə, bu konkret qızıl nisbət olur. Bunu yadda saxlayacağıq. Lazım olacaq bizə. Bu ifadəni belə yaza bilərik. 1 üstə gələk B bölək A bərabərdir A bölək B. Bu da bərabərdir fi. Və buradan anılır ki, 1 üstə gələk 1 bölək fi bərabərdir fi'yə. Hər iki tərəfini fi'yə vursaq, fi müsbət bir ədəddir. Fi üstə gəlib 1'in fi kvadratı olduğunu tapmış olarıq. Bu da önəmli bir bərabərlik. Deməli, fi kvadratı fi üstə gəl 1'ə bərabərdir. Bunu yadda saxlayacağıq. Bu önəmli bir şey. Bu da önəmlidir. Lazım olacaq bizə. Yəni, fi elə bir müsbət ədəddir ki, üzərinə 1 gəldiyimiz zaman onun kvadratını əldə eləmiş oluruq. Buradan fi'ni tapa bilərik təbii ki. Fi'yə görə kvadrat tənlikdir. Buradan fi kvadratı minus fi minus 1 bərabərdir 0. Tam kvadrat da ayırmaq olar, amma mən diskriminantını yazım. Diskriminantı 5 olacaq. Onda fi bərabərdir. Fi təbii ki, müsbətdir. 1 plus kök 5 böl 2 fi'nin dəyəri.
O birisi də 1 çıx kök 5 bölü. Amma o mənfi ədəddir deyə də onu götürmürük. Demək ki, fi-nin cavabı 1 plus kök 5 bölü 2 oldu. Ədədi qiyməti. Bu qızıl nisbətin dəyəridir. Təbii ki, buradan deyə bilərik ki, nəticə deyə bilərik ki, fi qızıl nisbətdir. Təbii ki, də onu artıq demişik. Qızıl nisbəti fi ilə işarə olunur. Fi irrasional ədəddir. İrrasional ədəddir deyə bilərik. Fi həm də cəbri ədəddir. Cəbri ədədlər hansı ədədlərə deyilir? Eynilik kimi sıfır olmayan, tam əmsallı çox ədədinin kökü olan ədədlərə deyilir. Yəni, burada siz ulduza baxsanız, bu tam əmsallı bir çox ədədidir fiyə nəzərən. Demək ki, fi cəbri ədəddir həm də. Cəbri ədəddir. İndi fi'nin bu qırmızı düzbucaqlara aldığım özəllikləri önəmli. Onları unutmayacağıq. Qızıl üçbucaqların tərifini verim. Tərif. Deməli, biraz daha incə bir üçbucaqdır bu. Deməli, bir ABC bərabər yanlı üçbucağı, təpə bucağı 36 dərəcə olsun, oturacağı bitişik bucaqlar 72 dərəcə, 72 dərəcə olsun. Buna iti bucaqlı qızıl üçbucaq deyək. Deməli, bucaqları 36 dərəcə, 72 dərəcə, 72 dərəcə olan üçbucaqlara iti bucaqlı qızıl üçbucaqlar deyilir. Qızıl üçbucaqlar deyilir. Bir də körbucaqlı qızıl üçbucaqları var. Tərif. Burada təpə 36 dərəcə idi. Orada oturacağa bitişik bucaq 36 dərəcə olacaq. Ona da ABC üçbucağı. Bura 36, 36. Bura 108. Buna da körbucaqlı qızıl üçbucaqlar deyəcəyik. Bucaqları 36 dərəcə, 108 dərəcə olan üçbucaqlara körbucaqlı qızıl üçbucaqlar deyilir. Körbucaqlı qızıl üçbucaqlar deyilir. Çox önəmli xassələrə sahibdir. Yəni, bunlara niyə qızıl üçbucaq deyirlər? Səbəbi nədir? Onu teoremdən biləcəyik. Teorem. Bunlar özəl üçbucaqlardır. Özəlliyi nədir? Eynən 30-60-90 kimi, məsələn 30-60-90 üçbucağının hər hansı bir tərəfi verilsə, biz digər tərəfləri tapa bilirik. 45-45-90-da da həmçinin 30-30-120 var, 15-75-90 var, 22,5-67,5-90 var. O, həmin üçbucaqların hər hansı bir tərəfi verildiği zaman o üçbucaqlardan digər tərəfləri tapa bilirik. Eynən bu üçbucaqlarda da eyni şey olur. Bu üçbucaqların hər hansı bir tərəfini versək, digər tərəflər tapıla bilinir. Onu göstərəcəm. Və nisbət görəcəksiniz ki, qızıl nisbət olacaq.
Tərəflər arasındakı nisbət. Deməli, burada bu üçbucaqda, içbucaqlı qızıl üçbucaqda əgər oturacaq A-dırsa, yan tərəf onun fi qatıdır. Fi nədir? Artıq bilirik, qızıl nisbətdir. Heç bunun 1 plus kök 5 bölü 2 olduğunu yadda saxlamaq çox da məcburi deyil. Burada fi'nin sadəcə bu iki özəlliyini bilsə yetər. Bu düzbucaqlara aldığım, onlar çox önəmlidir. Amma qiyməti də yadda qalsa pis olmaz. Bu üçbucaqda oturacaq A-dırsa, yan tərəf onun fi qatı olur. Bunu ispat eləyəcəyik. Və həmçinin bu bir üçbucaqda da onu da göstərim burada. Əgər burada da təbii ki burada yan tərəf kiçikdir. Yəni burada qızıl nisbət birdən böyük bir ədəddir təbii ki. 1 + kök 5 bölü 2. Burada əgər yan tərəflər B-dirsə, oturacaq onun fi qatı olacaq. B fi olacaq. Yəni bir sözlə içbucaqlı qızıl üçbucaqda yan tərəfin oturacağı nisbəti qızıl nisbətdir. Körbucaqlı qızıl üçbucaqda oturacağın yan tərəfə nisbəti qızıl nisbətdir. İndi bunları ispat eləyək. Yəni burada birincidə tərəflər hansı nisbətdədir? Fi bölünsün 1 nisbətindədir. Gördüyünüz kimi. Burada tərəflər 30-60-90-da da tərəflər nisbəti məlumdur. 1 böl kök 3 böl 2 nisbətindədir 30-60-90-ın tərəfləri. Yəni özəl üçbucaqlarda bunlarda. Burada tərəflər hansı nisbətdədir? Tərəflər 1 bölünsün fi nisbət. Təbii ki 1 olanlar yan tərəflərdə. Burada yan tərəflər kiçikdir. Nisbətindədir. Bunlar önəmli faktlar. Çox istifadə olunur. Bilməkdə fayda vardır. Teoremi ispat eləyim. Teoremin isbatını verim. Tədbiqlərinə baxacağıq sonra. Nə işlərə yarayır bunlar? İsbatları da çox asandır. Yəni bunlar çox çətin faktlar deyirlər. Bir məsələ kimi də ola bilər əslində. Bir şagird məsələsi kimi bir şeydir bunlar. Amma önəmli faktlardır. Çox istifadə olunur. Bir şeyin asan ispat olunmasının, çətin ispat olunmasının bir önəmi yoxdur. Əsas odur ki, işə yarasın, tətbiqi olsun. Birincini ispat eləyək. Əslində ikisini bir yerdə eləyəcəm. Görəcəksiniz, eyni anda çıxacaq. Burada B təpəsindən bir tənbölən çəkəcəm. B təpəsindən tənbölən çəkirəm. Tənbölən çəkdiyim zaman bu 36 böləcəkdir. Bura D deyim. Biz orada yan tərəfə A demişdik. Yan tərəfə yox, oturacağa A demişdik. Yan tərəfi tapmalıyıq. A vurulsun fi. Burası A'dır. Gördüyünüz kimi bura 72 olur. Deməli burada A'dır. Və bu 36 bura 108. Əslində burada A olur. İndi biz bura B desək, o zaman burası A plus B olacaq. Gördüyünüz kimi. İndi burada BDC üçbucağı ilə ABC üçbucağının oxşarlığını yaza bilərik. O da 36, 72, 72. Ya da tənbölənin xassəsini yazaram. Tənbölənin xassəsini yazım. Birincini ispat eləyim. Tənbölənin xassəsinə görə A bölünsün B bərabərdir. A plus B bölünsün A olur. Fikir verdinizsə bu bizim burada düzbucaqlıya aldığım şeydir bu. A plus B'nin A'ya nisbəti bərabərdir A'nın B'yə nisbəti. O heylədirsə o fi'yə bərabər olmalıdır. Göstərdik. Bərabərdir fi. Deməli baxın buradan A plus B'nin yan tərəf A plus B'dir. A plus B bərabərdir A'nın fi qatı ispat olundu. Yəni çox rahat çıxdı. İkinci də elə bu şəkildən çıxmış olar. İkinciyə baxaq. Baxın burada bir ABD üçbucağı 36, 108 değil mi? O üçbucaqda oturacaq bölü yan tərəf fi'dir. Baxın sadəcə bu qırmızıya aldığım hissəyə baxın. Burasına baxın. Bura baxın. A plus B bölünsün A fi değil mi? Baxın A plus B nədir? A plus B AB'dir. Bəs A nədir?
AD-yə bərabərdir. Deməli, ABD üçbucağına baxın. Oturacaq yan tərəfin fi qatıdır. İspat olundu. İkisi də bir yerdə çıxdı. Bunların indi tətbiqlərinə baxacağıq. Bunlar önəmli faktlar. Çox işə yarayır. İsbatların asan olmasına baxmayaraq, dediyim kimi, isbatın asan olmasının bir önəmi yoxdur. Əsas odur ki, işə yarasın, tətbiqləri olsun. Elə teorem ola bilər ki, o teoremin isbatı çox çətin ola bilər. Saatlarla sürər. Amma o teoremin heç bir tətbiqi olmaz, bir işə yaramaz o teorem. Məsələ tətbiqdir. Burada çox böyük tətbiqlər göstərəcəm sizə. Məsələ 1. Məsələn, bizə deyə bilərlər ki, sinus 18 dərəcəni hesablayın. Necə hesaplayarsınız? Sinus 18 dərəcəni. Həlli. Baxın, biz iti bucaqlı qızıl üçbucaqdan istifadə edərək bunu çox rahat hesablaya bilərik. İti bucaqlı qızıl üçbucağımızı çəkdim. Məsələn, söz gəlimi bunun oturacağı 2 olsun. O zaman yan tərəfi 2 fi olmazmı? Biz bunu artıq bilirik. Oturacağa bir hündürlük çəkəcəm. Buradan bir hündürlük çəkdim deyək ki. Burası bu 2'ni 1-1 diye 2 yere bölecek. 1-1 olacak buraları. Burası da D. Ve burası olacak 18 derece, 18 derece. Ve artık sinüs 18 dereceni taptık. Sinüs 18 derece neye beraberdir? Gördüğünüz kimi. Sinüs 18 derece beraberdir. Karşı katet böl hipotenüs ABD üçbucağından 1 böley 2 fi. Fi'nin de kıymetini yerine koyarıq. Bu kök 5 plus 1 böley 2'dir. Bu da olacak 1 bölünsün kök 5 plus 1. Ve sürət məxrəcini qoşmasına vursaq, burada kök 5 minus 1 böl 4 olacak. Demek ki sinüs 18 dereceni hesapladık. Cevabı kök 5 minus 1 böl 4'tür. Hiç bunu yadda saxlamayın. Məsləhət bilirəm, siz bunu yadda saxlayın. Bunu bir lemma olarak yazıram, köməkçi bir fakt. Lemma sinüs 18 derecenin 1 böl 2 fi olduğunu yadda saxlayın. Çok işe yarayar bu. Ve fi'nin bu özelliğini de yadda saxlayın. 1 üstə gəl fi, fi kvadratıdır. Bu ikisini yadda saxlamaq çox vacibdir. Məsələ 2. Məsələ 2. İndi məsələn kosinüs 36 derecəni hesablayaq. Kosinüs 36 derecəni hesablayın. Bu səfər də bu üçbucaqdan istifadə edəcəm. Bu üçbucağı tətbiq edəcəm burada. Deməli, həlli İndi bu B'ləri silək. Əgər bunun yan tərəfini məsələn 2 versək, oturacağı onun fi qatı olacaq. 2 fi olacaq. Burada da oturacağa bir hündürlük çəkək. Yan tərəf 2'dirsə, oturacaq olur 2 fi. İndi oturacağa bir hündürlük çəkək. Burası fi olacaq, burası da fi olacaq. Ve ABD üçbucağından kosinüs 36 derece bərabərdir. Bitişik katet böl hipotenüs fi böley 2 anlar. Fi'nin de değerini yerine koysak 1 üstəcə kök 5 bölü 2. Bu da olacak kök 5 plus 1 böley 4. Kosinüs 36 derecəni məsələn hesabladıq. Məsələn kosinüs 36 derecəni hesaplamaq ya da asan bir şey değil. Qızıl nisbəti bilirsinizsə, qızıl üçbucaqları çox rahat hesablaya bilərsiniz. Eğer sinüs 30'unu hesapladığımız kimi 30 derece bucak karşıdaki katet hipotenüsün yarısıdır diye 30'un karşısı 1 ise hipotenüs 2, sinüs 30 karşı bölü hipotenüs 1 bölü 2 oradan tapabiliriz. Özel uçaklardan tapabiliriz. Bu kosinüs 36'da da buradan taptık. Burada bir bunu unutmayak. Qeyd verin burada bir dənə.
18'in misilləri olan bucaqları gördükdə hökmən qızıl üçbucaqları tətbiq eləyin. Yəni bunlar 18'in qatlarıdır. Bucaqlarının trigonometri funksiyaları verildikdə metrik funksiyaları soruşulursa qızıl üçbucaqları tətbiq edin. 18'in qatlarını görəndə qızıl üçbucaqları tətbiq edin. Və bir həndəsə məsələsində də əgər siz 18, 36, 54, 72 görürsünüzsə də onda da qızıl üçbucaqları tətbiq edin. Hökmən. İşə yarayacaq. Çıxacaq oradan. Və burada bu lemmanı yadda saxlamaqda fayda vardır. Lemma 2 deyim. Kosinüs 36'nı 1 bölü 2 fi olduğunu yadda fi bölü 2 olduğunu yadda saxlayın kosinüs 36'nın. Kosinüs 36 dərəcə bərabərdir fi bölü 2. Fi qızıl nisbətdir. Sinüs 18'də yazmışdım. 1 bölü 2 fi. Bunlar işə yarayar. Və 1 üstəgəl fi də fi kvadratıdır. Bunu da unutmaq lazım. İndi 2020'də qəbula düşmüş bir məsələni yazacağım. Məsələ bizim seriyada 3'dür. Məsələ 3. 2020'de birinci bloka düşmüştü. DİM test toplusunda da var bu sual. Toplama teoremləri bölməsində 51. sualdır. Deyir ki 4 vurulsun sinüs kvadratı 18 dərəcə. Üstə gələk 2 vurulsun sinüs 18 dərəcə. Üstə gələk 2,5. Görmüsünüz yəqin ki ifadəsinin qiymətini tapın. Belə bir sual idi. Həlli. İndi fikir verin. Bunu əslində trigonometriya yazmaq mümkündür. Öncə dərəcəni aşağı salarsınız. Cəmi fərqi hasilə çevirərsiniz. Oradan alınacaqdır, amma biraz uzun hesab olur trigonometriya ilə. İndi biz sinüs 18'in 1 bölü 2 fi olduğunu yerinə yazaq. Bu olacaq 1 bölü 2 fi'nin kvadratı. Üstə gələk 2 vurulsun 1 bölü 2 fi. Sinüs 18 budur. Plus 2,5. Hesaplayaq indi. Bərabərdir. Bu 1 bölü 4 fi kvadratı olur. 4'lər getdi 1 bölü fi kvadratı. Üstə gələk 1 bölü fi. Üstə gələk 2,5. Bu da bizə fi kvadratında 1 üstə gəl fi verir. Plus 2,5. Amma 1 üstə gəl fi kvadratına bərabərdir. Fi kvadratı bölü fi kvadratı plus 2,5. Bu da 1 plus 2,5 verdi bizə 3,5. Gördüyünüz kimi çox rahat alındı. Cavab 3,5. Məsələ 4. Məsələ 4. Baxın, sizdə DİM test toplusunda belə bir sual var. 84-cü məsələ də toplama teoremlərində. Toplama teoremi yox, iki kat bucağın düsturları. Bu əvvəlki də iki kat bucağın düsturlarında idi. Kosinüs pi bölü 5 vurulsun kosinüs 2 pi bölü 5. Bunu hesaplayın deyir. Bu ifadənin qiymətini tapın deyir. Həlli. Baxaq. İndi kosinüs pi bölü 5 kosinüs 36 dərəcə deməkdir. Bu da kosinüs 72 dərəcə deməkdir. İndi burada əslində bunu 2 sinüs 36 dərəcəyə vurub bölüb də əldə edə bilərsiniz. Amma dərsimiz qızıl nisbətdir. Onunla eləyəcəm. Təbii ki, bunlar 18'in qatları olduğuna görə hökmən qızıl üçbucaqları xatırlayıram. Kosinüs 72 sinüs 18 dərəcə deməkdir. Vurulsun kosinüs 36 dərəcə.
Sinüs 18 derecenin cevabı 1 bölü 2 fi. Bayaq gösterdik. Yadda saxlayın bunu. Çok işe yarayar. Bu da fi bölü 2. Fi'ler getdi 4'də 1. Bu kadar rahat alındı gördüğünüz gibi. Cevap 4'də 1. Xatırladım ki, yuxarıdakı sualda dərəcəni aşağı salanda o sual sin 18 bölü cos 36'ya gəlir. Bu suala gəlir o. Yəni bu hesabı bir daha eləmək lazımdır onda orada əgər trigonometriylə yazsaq. Amma hamısı trigonometri olmalıdır. Məsələ 5. Belə bir məsələ vardı. Bu məsələnin çox qəşəng düzgün 5 bucaqlı həndəsəsi də var. Deməli sinüs 54 dərəcə minus sinüs 18 dərəcəni hesablayın deyir. Bu fərqi tapın. Burada trigonometriya ilə fərqi xassət çevirib də tapa bilərsiniz. Təbii ki. Amma o biraz uzun ola bilər. Sinüs 54 kosinüs 36 dərəcə deməkdir. Çıx sinüs 18 dərəcə. Bakın bu fi bölü 2'dir. Bu da 1 bölü 2 fi'dir. Ortak məxrəc 2 fi'də fi kvadratı minus 1. Burası bize fi verecek. Fi kvadratı 1 ise fi'də. Cevap 2'də 1. Gördüğünüz kimi işe yarayırlar bunlar. Trigonometriya tətbiqlərini göstərdi. İndi həndəsə tətbiqlərinə keçəcəyik. Həndəsədə də çox maraqlı tətbiqləri var. Qızılüstbucaqların. Maraqlı bir həndəsə məsələsinə baxaq. Məsələ 6. Qızılüstbucaqları tətbiq edəcəyik. Deməli şəklimiz belədir. Burada AB'ni DS'ye beraber verip verilenler şeklin üzerinde yazılıp alfanı soruşur. Alfanı tapın deyir. Həlli. Deməli şəkili bir daha çəkək. Bura A deyək. Burada A olur. Burada B olur. Burada B deyək. 24, 30, burası 54 derece olacak. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi bu bucağa beta deyim. Beta deməyim, əslində 126 derecədir burası. İndi baxın sinuslar teoremi yazacağım. ABD üçbucağında A bölünsün sinus 126. Ya A bölü B'ni tapacağım. Sinuslar teoremine göre ABD üçbucağından. Sinüs 126, onu sinüs 54 yaza bilərəm. Bölünsün sinüs 30 derece. Bu bərabərdir. Sinüs 54 kosinüs 36 derecedir. Bu da 2'də 1'dir. Kosinüs 36 derecenin de fi bölü 2 olduğunu gösterdik biz. Bu da bize fi verecektir. Deməli A bölünsün B fi'dir. Ve biz bilirik ki onda A plus B bölü A da fi'dir. Dersin başında gösterdim. Bu da fi olacaq. Biz bunu hansı üçbucaqda yazdıq? Üçbucaq ABD'de yazdıq. Sinuslar teoremi. Sinuslar teoremi. A plus B bölü A da fi olur. Onda A plus B bölü A'nın en büyük üçbucaqda sinüs teoremi yazacağıq indi. A plus B bölü A. Orada sinüs teoremi yazmağa ehtiyac yoxdur. Baxın biz buradan A bölü B'nin A plus B bölü A olduğunu əldə etmiş olduq. Bu əslində A kvadratı bərabərdir. B vurulsun A plus B deməkdir. İndi diqqətən baxsanız əgər burada diqqətən baxsanız bu ne deməkdir? A kvadratı bərabərdir. A kvadratı bərabərdir. B vurulsun A üstə gəl B olması o deməkdir ki, baxın bunu eğer biz uzatsaq, o deməkdir ki, eğer biz bu üçbucağın xaricinə çevrə çəksək, o çevrə gəlib toxunacaq nəyə? AB düz xəttinə. Toxunanın kvadratı bərabərdir. Kəsənin çöl hissəsi vurulsun hamısı. Yəni bu əslində o deməkdir. Baxın bu ifadə A kvadratı bərabərdir. B vurulsun A üstə gəl B olması o deməkdir. Buradan da onda
eyni qövsə baxdığına görə alfa 30 dərəcə olacaq. Buradan tapırıq ki, alfa 30 dərəcədir. Cavab 30 dərəcə. Məsələ 7. Məsələ 7-ni yazaq. Bu sual 2022, bu 2022 yarım final, Rufo'nun yarım finalı ve yukarı yaş grubunun sualıdır. Yukarı yaş grubu. Rufo. Yani meselenin şartını görürsünüz. Deməli, şəkildə verilmiş çevrədə 10 ötə çevrənin mərkəzidir. DC AB-yə paraleldir. DC D'ye bərabərdir. OY parçasının uzunluğu 2'dir. C'ye vurulsun. A onu soruşur. İndi fikir verin. Bu bucağa bərabərdir. Daxili çarpazlardan. Və bu bucaq həm də bu bucağa bərabərdir. Bərabər yanlıdan. Deməli, bu da buna bərabərdir. Bu da bərabər yanlı çıxdı. Baxın, əgər bura biz alfa desək, onda bura da alfa olacaq. Ora alfa deməyək. Alfa bura deyək. Bura alfa olsa, bu qövs 2 alfa olacaq. Bura da 2 alfa olacaq. Və onda bura da 2 alfa olur. Daxili çarpazlardan ora alfadırsa, bura da alfadır. Və bura gördüyünüz kimi 5 alfa bərabərdir. 180 dərəcə. Və alfa oldu 36 dərəcə. Deməli, bizim üçbucaq qızıl üçbucaq oldu. 36, 72, 72. Bu sualı başqa yollardan da yazmaq olar, amma dərsin mövzusuna uyğun olaraq bununla yazıram. İndi deməli, əgər bura 2-dirsə, 72'nin qarşısı 2 fi olacaq. Bura olacaq 2 fi, burada olacaq 2. Radius 2 fi oldu. İndi baxaq, C'ye nədir? C'ye radius 2 fi çıxılsın 2'dir. C'ye vurulsun. AO nədir bəs? AO da radiusdur, 2 fi'dir. Vur 2 fi. İkiləri çıxartsaq, fi'ni də içəri vursaq. 4 vurulsun. Fi kvadratı minus fi. Amma fi kvadratı fi üstəgəl 1'ə bərabər değil mi? Fi kvadratı çıx fi 1 olacaq. Deməli, cavabımız 4. Gördüyünüz kimi qızıl üçbucaqlardan çox rahat alındı. Məsələ 8'i yazacağım. Məsələ 8. Belə bir məsələdir. Bu da eynən Rufo 2023'dür. Bu 2023 Rufo'dur. 2023 düzəldim bunu. Yuxarı yaş qrupu. Maraqlı sualdır. X'i soruşur. BD AC-yə bərabər. İndi yazaq üzərinə. Deməli, burası A'dır. Burası da A olur onda. A deyək daha doğrusu. Burada B olsun. İndi ən böyük üçbucaqda sinuslar teoreminə görə nə yaza bilərik? Yaza bilərik A plus B'nin A'ya nisbəti bərabərdir. ABC üçbucağında olacaq sinus x plus 18 dərəcə bölünsün sinus 18 dərəcə. Buna bərabərdir. Təbii ki, bu x bu 18 ise xarici bucaq özünə qonşu olan iki daxili bucağın cəmidir. Burada x plus 18 dərəcə olur. İndi bunu biz yazdıq. Üçbucaq ABC'dən yazdıq sinuslar teoreminə görə. İndi bir də üçbucaq ADC'də yazaq onu. Yəni görək sinus x bölü 18 bölü sinus 18 nə verəcək? A bölü B verir o. A bölü B nə olur? A bölü B nə olur? Sinus x plus 18 dərəcə bölünsün sinus 18 dərəcə olur.
Bunu hardan yazırıq? Üçbucaq ADS-dən sinuslar teoreminə görə yazırıq. Fikir versiniz, burada nə aldıq? A plus B bölünsün A bərabərdir A bölü B. Biz dərsin başında bunun fi olduğunu göstərmişdik. Deməli, nə alındı? Sinus x plus 18 dərəcə bölünsün sinus 18 dərəcə bərabərdir fi. Buradan sinus x plus 18 dərəcə nəyə bərabərdir? Sinus 18 dərəcə vurulsun fi. Fi vurulsun sinus 18 dərəcə. Amma sinus 18 dərəcənin 1 bölü 2 fi olduğunu bilirik. Buradan sinus x plus 18 dərəcə bərabərdir 1 bölü 2. Buradan x plus 18 bərabərdir 30 ya da 150 ola bilir. Amma burada əslində orada şərti verməlidir. Şəkil bəz başqa cür də ola bilərdi bəlkə. X plus bura iti bucaqdır 30 dərəcə. Demək ki x olacaq 12 dərəcə. Burada cavab D oldu. 12 dərəcə. Bu da maraqlı sual idi və qızıl nisbətlə yazdıq. Amma başqa üsullarla təbii ki yazmaq mümkündür. Məsələ 9. Məsələ 9'u yazaq. Məsələ 9 2016'da Rufo'nun final sualı idi. Belə bir sual. Deməli, düzbucaqlı ABC düzbucağının A hipotenuzunun uzantısı üzərində B təpə nöqtəsindən sonra gələn D nöqtəsi elə qeyd olunmuşdur ki, DS bərabər 2BS-dir. H nöqtəsi C düzbucaq təpəsindən endirilən hündürlüyün oturacağı olsun. Əgər H nöqtəsindən BS katetinə qədər olan məsafə HA parçasının uzunluğuna bərabər olarsa, ispat edin ki, BDS bucağı 18 dərəcədir. Öncə şəkili çəkək. Şəkil belə bir şey olur. ABC üçbucağı və deyilən şərtlər ödənir. Deməli, biz BDS bucağının, ona alfa deyək, alfanın 18 dərəcə olduğunu ispat edəcəyik. Bu sual 2016 finaldır, final sualıdır və aşağı yaş qrupu. Aşağı yaş qrupu. Deməli, düzbucaq təpəsindən hündürlük çəkilib. DS 2BS-yə bərabərdir. Yəni, əgər biz BS parçasının uzunluğuna, burada indi nəyi düşünmək lazım? Mən burada BDS-nin 18 dərəcə olduğunu ispat et deyəndə qızıl üçbucaqları xatırladım həmin an. Yəni, 18 dərəcədirsə, demək ki, bu qızıl üçbucaqlara gələcək bu sual və həqiqətən də gətirdim. İndi onu göstərəcəm. İndi BS-nin uzunluğuna, biz BS-nin uzunluğuna S desək, DS-nin uzunluğu olacaq 2S. Verilənləri yazaq öncə. Bura A deyək, bura B olsun və burada deyir ki, H nöqtəsi C düzbucaq təpəsindən hündürlüyün otacağıdır. Əgər H nöqtəsindən BS katetinə qədər olan məsafə H-aya bərabərdirsə, demək ki, burada B olacaq. Və Evklit teoreminə görə SH-ın kvadratı A vur B-dir. Ona görə bu olacaq kök altda AB. İndi biz alfanın 18 dərəcə olduğunu ispat eləmək istəyirik. Bu bucağa beta deyim. Baxın, indi məsələni başqa yerlərə, ekvivalent şəkillərə salacağım. Sinus alfanın 18 dərəcə olmağı demək, yəni sinus alfanın biz 1 böl 2 fi olduğunu ispat eləməliyik. Fi qızıl nisbət, bunu ispat eləməliyik. Və betanın qarşısı alfanın qarşısından 2 dəfə böyüdür. Onda sinuslar teoreminə görə biz sinus betanın 1 böl fi olduğunu ispat eləsək, məsələ bitdi. Əgər sinus beta 1 böl fidirsə, bu sinus alfanın 1 böl 2 fi olmağı deməkdir sinus teoreminə görə. Üçbucağın tərəfləri qarşı bucaqların sinusları ilə düz mütənasibdir sinuslar teoreminə görə. İndi qonşu bucaqların sinusları bərabər olduğuna görə bu betadır, bura teta deyim. Yəni sinus betanın 1 böl fi olmağı ilə sinus tetanın 1 böl fi olmağı ekvivalentdir. Deməli, məsələ buna döndü. Deməli, biz sinus tetanın 1 böl fi olduğunu ispat eləsək, iş bitdi. Bunu ispat eləyək indi.
Baxaq indi. Sinus teta h b'ye üçbucağında. Sinus teta nədir? Sinus teta bərabərdir b'nin a'ya nisbəti. Bu bərabərdir. Bəs BCH üçbucağında nə deməkdir o? BCH üçbucağında nə demək olur? Kök altda AB'nin S'ye nisbəti olur. Bu bərabərin hər iki tərəfini kvadrata yüksəldək. B kvadratı böl A kvadratı bərabərdir AB bölək S kvadratı. S kvadratı Pifagor teoreminə görə gördüyünüz kimi kök altda AB'nin kvadratı plus A kvadratıdır. Hansı üçbucaqdan? Deməli BHS üçbucağından. Bu olacaq AB plus A kvadratı. Yerinə yazıram. Olacaq AB bölünsün AB plus A kvadratı. Burada A'ları ixtisar eləsək B bölünsün B üstəgəl A anlar. Deməli B kvadratı bölünsün A kvadratı bərabərdir B bölünsün B üstəgələk A. B'ləri də sadələşdirək. Alınır nə? B bölünsün A kvadratı bərabərdir 1 bölünsün A plus B. İndi burada deməli biz bunu belə yaza bilərik. A plus B bölünsün A bərabərdir A bölək B. Eyni şeydir. Ekvivalent. Və bunun dərsin başında fi olduğunu göstərmişdik. Baxın sinus teta nəyə bərabər idi? Sinus teta bərabərdir B bölək A. Və A bölək B də fidir. Onda bu olacaq 1 bölü fi. Və biz də bunu ispat eləmək istəyirdik. Sinus tetanın 1 bölü fi olmağını ispat eləmək istəyirdik. Sinus teta 1 bölü fi çıxdı. Onda sinus beta da 1 bölü fidir. Sinus beta 1 bölü fidirsə sinus alfa 1 bölü 2 fidir. Sinus alfa 1 bölü 2 fidirsə bilirik ki alfa 18 dərəcədir. İspat olundu. Gördüyünüz kimi qızıl üçbucaqları tətbiq etməklə çox rahat ispat etdik. Bir də burada 2 dənə çox maraqlı məsələ var. Onları deyəcəm, fikirləşərsiniz, asandır. Deməli bu qızıl üçbucaqlarda burada B təpəsindən təmbölən çəkdik burada. Burada ABD üçbucağını görürsünüz. ABD üçbucağının daxilinə çəkilən çevrənin mərkəzi ABC-nin xaricə çəkilən çevrənin mərkəzi olur. O maraqlı bir sualdır. Bir də deməli o birisi üçbucağın, yəni 36-108 üçbucağında xaricə və daxilə çəkilən çevrələr BC-yə görə simmetrikdir. Yəni ümumiyyətlə bir üçbucağın daxilinə və xaricə çəkilən çevrələrin mərkəzləri bir tərəfə görə simmetrikdirsə, o üçbucağın bucaqları 36-108 olur. O da maraqlı bir xassədir. Bu üçbucaqların başqa iki özelliği. O məsələdirlər onlar. İsbatları da çox asandır. İspat edərsiniz. Və gördüyünüz kimi bu 2016 final aşağı yaş qrupunun sualı qızıl üçbucaqların köməyi ilə çox asan ispat olundu. Bunun başqa bir isbatını da eləmək olar. Trigonometrinin, amma o ispat bu isbatdan daha çox uzun olur. Növbəti videoda görüşərik. Sağ olun.